Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə 2 aprel aksiyasında iştiraka görə həbs edilmiş 6 müxalifətçi barəsində apellyasiya şikayətinə baxılıb. Şikayət Səbail rayon məhkəməsinin hökmündən verilib. Vəkillər müdafiə etdiyi şəxslərə bəraət verilməsini istəyirlər. Təqsirləndirilən Elnur İsrafilovun vəkili Yalçın İmanovun sözlərinə görə, bugünkü ilkin baxışda vəkillər təqsirləndirilənlər haqqında həbs qəti imkan tədbirinin dəyişdirilməsini və apellyasiya baxışının tam məhkəmə istintaqı ilə aparılmasını tələb ediblər. Lakin vəsadətlərin heç biri təmin olunmayıb. Yalçın İmanovun sözlərinə görə hakim məhkəmə baxışını oktyabrın 18-nə təyin edib. Qeyd edək ki, avqustun 25-də məhkəmə müxalifətçiləri 233-cü İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və 186.1-ci özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə təqsirli bilib və Arif Alışlını 3 il, Elnur İsrafilovu 2 il yarım, Sahib Kərimovu və Elşən Həsənovu 2 il, Babək Həsənovu və Zülfüqar Eyvazlının 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.